Hamıya salam dostlar, Secodex kanalına xoş gəldiniz. Bugün sizlərə Kali Linux'un virtual maşını yüklənib necə istifadə edəcəyik onu göstərəcəm. Elə isə videoya başlayaq. İlk öncə olaraq Google-a gəlib VMware download yazırıq. Çıxan ilk səhifə daxil olur. Burada aşağı düşdükdə VMware Workstation Pro for PC buna klikləyirik. Bu bizi Broadcom saytında autentifikasiya etməyimizi istəyir. Bizim hesabımız olmadığı görə burada gəlib register hissəsinə yeni hesab açırıq. Bura e-mailimizi daxil edirik. E-maili daxil etdikdən sonra bizim mailimizə gələn kodu bura daxil edirik. Kodu daxil etdikdən sonra burada öz şəxsi məlumatlarımızı daxil edirik. Məlumatları daxil edib Create Account hissəsinə basırıq. Bunu da keçirik. Beləliklə biz öz hesabımızı yaratdıq. Daha sonra bura yenidən daxil olub hesabımıza giriş etdikdə bizi belə bir səhifə qarşılayır. Buradan Free Software Downloads Available Y-yə basdıqda bizə yükləyə biləcəyimiz proqramları göstərir. Aşağı gəlib VMware Workstation Pro buna daxil oluruq. Buradan Windows üçün olan və yaxud da Linux istifadə edirsə Linux üçün olanı indirməliyik. Gəlib son versiyaya yükləyək. Buradan qaydalar qəbul. Yes-ə basırıq. İndi isə burada gördüyünüz kimi bəzi şəxsi məlumatları daxil etməliyik. Gəlin bunları bir-bir yazaq. Daha sonra isə buna kliklədikdə bizim virtual maşınımız yüklənməyə başlayır. Exe fayılına daxil olduqda bizə sistemi yenidən başlatmağı tələb edir. Ona görə sistemi yenidən başladırıq. Gördüyünüz kimi VMware burada quraşdırılıb. İndi isə bunun setup'ını edək. Buradan Next-ə basırıq. Next-ə basaq yenə. Buradan Upgrade-ə basırıq. İndi isə yüklənmə prosesi başlayır. Yüklənmə burada tamamlandı. Finish-ə basırıq. Beləliklə VMware burada quraşdırıldı. İndi isə növbəti addım olaraq Kali Linux'u quraşdırmalıyıq. Bunun üçün Google-da Kali Linux yazdıqca elə birbaşa çıxır. Buradan virtual maşın olan hissəsinə daxil olaq və VMware-ni öz maşınımıza yükləyək. Yüklədikdən sonra bunu zip-dən çıxarırıq. Gəlin desktopa ataq. Zip-dən çıxardıqdan sonra bura desktopa gəlir. Bunu buradan seçirik. Beləliklə bizim virtual maşınımız hazırdır. Gəlin yoxlayaq. Burada default credential olaraq Kali istifadə edirik. Beləliklə bizim Kali maşınımız açıldı. Video bu qədər idi. Baxan hər kəsə təşəkkür edirəm. Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Hər kəsə təşəkkürlər.